Alimlər infarktın tez aşkarlanması üçün yeni çip hazırlayıb. Amerika Birləşmiş Ştatlarının Mississippi Universitetindən olan alimlər ürək tutmalarını real vaxt rejimində yüksək dəqiqliklə müəyyən edən yeni çip yaradıb. Bu çip geyilə bilən cihazlara inteqrasiya edilə bilər və infarktı 92,41% dəqiqliklə aşkar etmək qabiliyyətinə malikdir. Yeni texnologiya real vaxtda ürəyin fəaliyyətini izləməsinə və təhlükəli vəziyyətlər zamanı dərhal xəbərdarlıq etməsinə imkan verir. Nəticədə xəstələrin həyatını xilas edə biləcək qədər sürətli reaksiya imkanı yaradır. Tədqiqatçılar bildirirlər ki, süni intellektə əsaslanan bu texnologiya elektrokardioqrammanın monitorinqi sayəsində innovativ yanaşmadır. Geyilə bilən versiyanın hazırlanması üçün isə cihazın ölçüsünün kiçildilməsi, istifadəyə uyğun dizayn yaradılması, proqram təminatının dəqiq tənzimləməsi və Amerika Birləşmiş Ştatlarının Qida və Dərman İdarəsi kimi qurumlardan sertifikatlaşdırma mərhələlərindən keçmək tələb olunur. Bu yenilik gələcəkdə ürək-damar xəstəliklərinin daha təhlükəsiz və effektiv şəkildə nəzarətdə saxlanmasına böyük töhfə verə bilər.